hal-hazırda ümumiyyətlə nə görsəm, yəni ilk ağlıma gələn odur, ölkədən getmək. Bu dəqiqə 90% gənclərin gələcəklə bağlı planlarını sorsaq, hamısı deyir ki, ölkədən getmək. Ümumiyyətlə, çox səbəbləri, yəni konkret bir səbəbi yoxdur. Belə deyim, kimsə nəsə eləmək istəyir, kimisə nəsə planları olur və həyata keçirə bilmir. İlk ağlına gələn odur ki, yəni şərait yoxdur, haqlı olaraq, yəni ilk ağlına gələn odur ki, ölkədə şərait yoxdur və xaricə getmək. Müəyyən şəraitə görə, yəni şərait burada yaxşı olmadığına görə getmək istəmişəm. Həm təhsilimizdə, həm də başqa şəraitə görə getmək istəmişəm, başqa ölkəyə. Heç vaxt öz ölkəmdən niyə gedirəm? Getmərəm də, bir turist kimi gəzməyə gedərəm, həm də vətənimdən getmərəm. Keçmək istəmişəm, amma yəni burada olacaq gələcəyimi düşünəndə fikirləşirəm ki, burada alınmayacaq, mən də ona görə fikirləşirəm elə. Nəyə görə hal-hazırda o qədər işsizlik var ki, mənim də gələcəkdə iş tapmağım özümə böyük problemdir. Həm də burada düzgünlük yoxdur. Bir nəzərə alsaq ki, yəni hal-hazırda özümüz də, yəni bu dəqiqə dərsi oxuyuq, yəni institutda oxuyuq da düzgünlük içində oxumuruq da biz onu. Yəni gələcəyimiz də belə olsa, istəmirəm belə olsun. Heç nə yoxdur bu ölkədə. Nəyə qalaq ki? Yəni mənasız bir şeydir. Bu ölkədə qalan hamı batır. Ən çox işlə bağlı, çünki iş yox, bir şey yox. İş var ya, həssinə qalsa, prosto götürən yoxdur. Cavan vaxtlarımda olur. Ancaq indi elə yaş dövrüdür ki, mən ölkədən getmək, vətəndən ayrılmaq çətindir. Müəyyən bir yaş dövrü olur, cavan dövrdə. Ancaq insan yaşadığı olduqca 40 yaşından sonra vətənə daha çox bağlanır. Ölkənin vəziyyətini bəyənmədiyim üçün sadəcə getmək istəmişəm ona görə. Yaşayan insanların yaşayışı, çöldə qalan insanlarımız, nə bilim, insanların evlərini yıxırlar bəzən ona görə. Belə şeyləri görürəm, xəbərlərdə oxuyuruq bu vəziyyətlərə görə sadəcə olaraq. Bu burada Qarabağ qalıb, bunu kimsə alıb getməlidir. Boş-boşuna getməyin nə adı var ki? Alın, sonra hara getsiniz gedin. Bu bizim boynumuzun yüküdür. Haçansamız biz eləməliyik. Başqası heç kim gələ bilməyəcək. Nə bileyim, uşaqlıq vaxtı ola bilərdi, indi yox. Daha qocalmışıq, yaşlaşmışıq, ölkəmizi qoyub hara gedə bilərik. Öz vətənim yaxşıdır. Ac da olum, kasıb da olum. Nə bilim, qocalmışamsa elə öz vətənimdə öz həyatımı dəyişim. Getmək fikrim yoxdur, respublikada yaşamışam ömür boyu. Bundan sonra da respublikada yaşayacağım. Getmək istəyərəm, şərait yoxdur. Maddi yardım lazımdır ona. Getmək üçün də pul lazımdır. O boyda pulu yoxdur axı. Təhsilə görə birincisi getmək istəmişəm. İkincisi ölkədəki vəziyyətə görə yəqin. Başqa səbəb yoxdur. Ölkəmdən heç yana getmək istəmərəm. Gedərdim, ancaq daha yox. Daha mənası yox. Əvvəllər cavan vaxtı 20 yaşında, məsələn 25 yaşında institut qurtaranda gedərdim. Gərək gedərdim, burada qalmazdım.